hər birinizi. Bugün sizinlə fiziki coğrafiyanın litosfer bölməsinin təməl, əsas mövzularından biri olan dağ əmələ gəlmə mərhələləri haqqında danışacağıq. Yerin geoloji inkişaf mərhələsində 5 dənə dağ əmələ gəlmə mərhələsi oldu. Bunlar hansılardır? Bunlar Baykal, Kaledon, Hertsin, Mezozoy və yaxud da Kimmeri və Alp dağ əmələ gəlmə mərhələləridir. Bizə bu dağ əmələ gəlmə mərhələlərini öyrənərkən coğrafiyada iki şey bilmək lazımdır əsasən. Birincisi, bu dağ əmələ gəlmə mərhələlərinin geoxronoloji cədvəldə yeri, yəni hansı eraya, hansı dövrə düşdükləri, xronoloji ardıcıllıqları. İkincisi də həmin dağ əmələ gəlmə mərhələsində əmələ gələn dağlar. Bax, bu ikisini birlikdə artıq biz bu mövzunu bilmiş olacağıq. Birincisi, gəlin bu dağ əmələ gəlmə mərhələlərinin hansı dövrləri əhatə etdiyinə baxaq. Gəlin baxaq. Bax, burada Alp və Kimmeri dağ əmələ gəlmə mərhələlərini yadda saxlamaq sizin üçün çox rahat olacaq. Niyə? Çünki Alp dağ əmələ gəlməsi Kaynazoy erasında baş verir. Vəssalam. Kimmeri dağ əmələ gəlməsi isə Mezozoy erasında baş verir. Yəni hər birinin öz erası var. Bitdi. Amma digərlərinə biz baxdıqda görürük ki, Baykal, Kaledon və Hertsin dağ əmələ gəlməsi hər üçü Paleozoy erasında baş verir. Amma burada yadda saxlamaq üçün biz nəyi yadda saxlayırıq? Paleozoy erasının dövrlərini 2-2 ayırırıq və beləcə bu bizim daha sadə yadımızda qalacaq. Baxın, Baykal dağ əmələ gəlməsi Proterozoy erasında başlayıb, Paleozoy erasının Kembri və Ordovik, yəni ilk 2 dövrünü əhatə edib. Daha sonra Kaledon dağ əmələ gəlməsi Silur və Devon dövrlərini, yenə 2 dövrünü əhatə edib. Hertsin dağ əmələ gəlməsi daş kömür və yaxud da karbon, eyni şeydir. 2 adı var və Perin dövrlərini əhatə edib. Görürsünüz, 2-2-2 getdi. Yəni Paleozoy erasını biz dövrlərini 2-2 ayırırıq və beləcə 5 dağ əmələ gəlməni xronoloji ardıcıllıqla düzsə belə olur. Baykal dağ əmələ gəlməsi Proterozoyda başlayır, Kembri və Ordovik dövrlərini əhatə edir. Kaledon dağ əmələ gəlməsi Silur və Devon mərhələlərin dövrlərini əhatə edir və Hertsin dağ əmələ gəlməsi Karbon və Perin dövrlərini əhatə edir. Mezozoy və ya Kimmeri dağ əmələ gəlməsi Mezozoy erasını, yəni Trias, Yura, Təbaşir dövrlərini, Alp dağ əmələ gəlməsi isə Kaynazoy erasını, yəni Paleogen, Neogen və Antropogen dövrlərini əhatə edir. İndi isə qaldı işin ikinci tərəfi, yəni bu dağ əmələ gəlmə mərhələlərində hansı relyef vahələrinin, hansı dağların yarandığını bilmək. Gəlin onun üçün fiziki xəritəmizi açaq və bir-bir bunları öyrənək. Birinci, əgər biz Baykal dağ əmələ gəlməsindən danışırıqsa, biz burada elə bir dağlardan danışa bilməyəcəyik. Çünki məntiqlə də fikirləşsək, Baykal dağ əmələ gəlməsi ən qədim dağ əmələ gəlmədir və ona görə daha uzun müddət keçir deyə orada əmələ gələn oradakı dağların əmələ gəlməsindən. Onlar daha çox eksogen qüvvələrin təsirinə, yəni daha çox xarici amillərə belə deyək, məruz qalıblar, daha çox aşınıblar, daha çox dağılıb parçalanıblar və platformaya çevrilib gediblər. Biz Baykal dağ əmələ gəlməsində əmələ gələn dağların əsasən Baykal ətrafı dağları deyirik. Yəni Pribaykaliya və Zabaykaliya dağlarının adını çəkirik. Sonra başlayırıq Kaledon və Hertsin, yəni Paleozoy erasına aid olan Kaledon-Hertsin dağ əmələ gəlməsi. Biz əvvəllər bu dağ əmələ gəlmələrin hər birinə aid olan dağları ayrı-ayrılıqda öyrənirdik. Amma indi hazırda istər 10-cu sinif dərsliyinə baxsaq, istərsə də imtahan suallarına baxsaq, görərik ki, bizə Kaledon və Hertsin dağ əmələ gəlmələrinin hər ikisini ümumiləşdirib öyrənmək kifayət eləyir və dərslikdə də bu formada verilmişdir. Bu isə bizim işimizi daha da asanlaşdırır. Gəlin baxaq ki, Kaledon-Hertsin dağ əmələ gəlməsinə hansı dağlar aiddir? Birincisi, Amerika qitəsinə baxdıqdan buradan yalnız bir dənə Appalaç dağlarını bilməyiniz sizin üçün kifayət edir. Afrikaya baxdıqda yenə dərsliyə əsasən 2 dənə dağı bilməyiniz. Əjdaha və Kap dağlarını. Əjdaha dağları Dragon dağları olaraq verilir. Eyni şeydir, yəni ingiliscəsidir. Əjdaha və Kap dağlarını bilməyiniz kifayət eləyir. Avstraliyaya baxdıqda böyük suayırıcı dağlarını bilməyiniz sizin üçün kifayət eləyir Kaledon-Hertsin dağ əmələ gəlməsində. Daha sonra Avrasiyaya baxdıqda isə burada Skandinaviya dağları, Ural dağları, daha sonra burada baxın böyük Xinqan dağlarını bilməyiniz sizin üçün əsas olaraq kifayət edir. Bir daha deyirik, Kaledon-Hertsin yaşıl dağlarımız, Amerika qitəsində Appalaç dağları, Afrikada Əjdaha və Kap dağları, Avstraliyada böyük suayırıcı dağları, Avrasiyada Skandinaviya və Ural dağları, daha sonra burada baxın böyük Xinqan dağları, bir də bizim burada 3 dənə dağlarımız var. Bunlar hansılardır? Tian Shan,
Altay və Sayan dağlarıdır ki, bunlar da Paleozoy erasında yaranmış dağlara aiddir. Daha sonra bizdə cədvəlimizdə gəlirdi nə? Kimmer dağ əmələ gəlməsi, hansı ki Mezozoy erasında baş verib. Bu dağ əmələ gəlmə haqqında biz nə deyirik? Deyirik ki, bu dağ əmələ gəlmə yalnız Lavrasiya qurusunda baş vermişdir. Lavrasiya qurusu nə idi? Şimali Amerika və Avrasiya idi. Yaxşımı? Şimali Amerika və Avrasiya. İndi Şimali Amerika və Avrasiya aid olan hansı dağlar Kimmerə aiddir? Gəlin baxaq. Şimali Amerikada biz Qayal dağlarının adını çəkirik. Qayal dağlar nədir? Buradakı Kordilyer dağları ki var. Biz onu 3 yerə bölürük. Qərbi, mərkəzi və şərqi Kordilyer. Şərqi Kordilyerə biz Qayal dağları adını vermişik. Bu bizim üçün Kimmer dağı əmələ gəlməsinə aiddir. Bir də Asiyada olan dağları yadda saxlamaq rahatdır. Çünki rusca adları var. Baxın, Verxoyanski dağları, Çerski dağları, Stanovoy dağları, Sxoyte-Alen dağları. Baxın, bu qara rənglə işarələdiyim dağlar Kimmer yaşıl dağlardır. Bir də baxın burada Tibet və Kunlunu. Kunlun Tibeti də siz yadda saxlamalısınız. Deməli, qara rənglə işarələdiklərimiz Qayalı dağlar, Verxoyanski, Çerski, Stanovoy, Sxoyte-Alen, Kunlun, Tibet. Bunlar bizim üçün nə sayılır? Mezozoy yaşlı, yəni Kimmer dağ əmələ gəlməsində əmələ gələnlər relyef vahidləri hesab olunur. Və nəhayət ən sonda qalır Kaynazoy erasında Alp qırışıqlığında əmələ gələn dağlar. Hansı ki biz onlara qırışıq dağlar, cavan dağlar deyirik. Bu dağlar hansılardır? Əvvəla Amerika qitəsinə baxdıqda biz təbii ki burada birinci olaraq Ant dağlarının adını çəkməliyik. Şimali Amerikada isə Kordilyer dağlarının qərbi hissəsinin, xüsusilə sahil dağlarının, ümumiyyətlə Kordilyerin qərbi hissəsi, sahil dağlarının adını çəkməliyik. Afrikada bir dənə əsas dağımız var bizim, cavan dağ olaraq deyəcəyimiz. Bax, bu da bizim Atlas dağlarıdır. Afrikanın şimal-qərbində. Avstraliyada bizim cavan dağımız yoxdur. Nəhayət, Avrasiya keçdikdə burada artıq Alp qırışıqlığında əmələ gələn dağlar çoxdur. Bu da normaldır, çünki Afrika, Ərəbistan və Hindistan Avrasiya ilə toqquşub. Burada Alp-Himalay göysinkranına düşən dağlar, məsələn, Alp dağları, Karpat dağları, burada Apenin dağları, Piriney, Əndəlüs dağları, daha sonra Türkiyədə olan Pont və Tavr dağları, baxın burada Krım yarımadasında olan Krım dağları, bir hissəsi Azərbaycana düşən Qafqaz dağları, Türkmənistan-İran sərhədində Kapet dağ, digər tərəfdən baxın burada dünyanın ən hündür silsiləsi olan Himalay dağları, onun yanında Qaraqorum dağları, Pamir dağları, Hindukuş dağları, baxın ümumiyyətlə bax bu Alp-Himalay göysinkranında yerləşən bütün cavan dağlar nə sayılırlar? Alp qırışıqlığında əmələ gəlmiş sayılırlar. Təbii ki, bu dağların daha dəqiq görmək üçün, həm zirvəsini, hündürlüyünü görmək üçün siz bizim kanalda dağlar mövzusu var. Bugünkü dərsimiz dağlar deyil. Mən sadəcə sizə hansı dağ əmələ gəlmədə yaranmasını deyirəm. Amma o dağlar mövzusuna baxaraq daha dəqiq olaraq yerlərin, hündürlüklərin, zirvələrin də görə bilərsiniz. Bax, bu dağlar da Alp dağ əmələ gəlməsində əmələ gəlmişdir. Bir dənə də son olaraq nəzərinizə çatdırım. Baxın, bayaq mən sizin üçün dedim ki, burada Tian Shan, Altay, Sayan dağları Paleozoyda əmələ gəlmiş dağlardır. Yəni qədim dağlardır. Amma Alp qırışıqlığı zamanı, yəni Hindistanın Avrasiya ilə toqquşması zamanı zərbənin təsirindən bu dağlar yenidən qalxmaya məruz qalmışdılar. Ona görə biz Tian Shan, Altay, Sayan dağlarına yenidən törəmiş dağlar və yaxud da qırışıq faylı dağlar deyirik ki, onların da yenidən törəməsi Alp qırışıqlığında baş vermişdir. Amma onlar Alp qırışıqlığına aid dağ sayılmır. Onlar Kaledon Erçin yaşlı, yəni Paleozoyda yaranan dağlar hesab olunurlar. Bax, bu bizim oldu dağ əmələ gəlmə mərhələləri dərsimiz. Mən hardasa 7-8 dəqiqə müddətində çalışdım ki, sizin üçün bu mövzunu maraqlı və asan formada çatdırım. Ümid edirəm ki, mövzunu öyrənməkdə, təkrarlamaqda və testlərinizi yazmaqda bu video sizə kömək olmuş olacaq.